Hər vaxtınız xeyir olsun müəllimlər. Növbəti dərsimiz muncuqla naxış tikmə texnologiyasıdır. Gəlin bu mövzu ilə tanış olaq. Muncuqları görürük burada müəllimlər. Əl işləri insanın həyata keçirmək istədiyi arzulardandır. Bəli. Hansı ki, həyata keçirmək istədiyimiz məsələn, parçaya gözəllik vermək istəyirik, geyimlərimizə gözəllik vermək istəyirik. Bax, bunları həyata keçiririk. Hər dövrdə insanın sevincini, sevgisini naxışlara çevirib, rəngbərəng saplar, parıltılı muncuqlarla parça üzərinə köçürə bilirik. Bəli, həm saplarla, həm də ki muncuqlarla neyinirik? Parça üzərinə köçürürük. Parça üzərində naxış tikmək üçün muncuq olduqca əlverişli materialdır. Bəli, muncuqlar əlverişli materiallardır. Deməli, naxış tikmədə istifadə edilən muncuq, buna buyera, biser, kiçik şüşə damcıları adı ilə məşhurlaşıb. Biz bunu əvvəllər də keçmişik, buser, bisra. Deməli, muncuqlar şüşədən və plastikadan hazırlanır. Muncuqlar nədən hazırlanır? Karandaşımı axtarırdım. Muncuqlar şüşədən və plastikdən hazırlanır. Naxış tikmə ustaları ən müxtəlif rənglərdə muncuqlarla işləməyi sevir. Ən müxtəlif rənglərdə. Muncuqla naxışladığınız hər bir məmulat doğmalara və dostlara gözəl hədiyyə, evimizin dəbli gözəllik elementi ola bilər. Muncuğun bəzək elementi kimi tarixi çox əvvəllərə gedib çıxır. Hələ qədimdən Misir fironlarının, zadəganların geyimi muncuqlarla bəzədilirdi. Hazırda muncuqla naxış tikmədən məşhur dəb ustaları, bacarıqlı tikməçilər istifadə edirlər. Deməli, muncuqla naxış tikmədən kimlər istifadə edir? Məşhur dəb ustaları, bir də bacarıqlı tikməçilər. Baxın, nə gözəl çanta yaranıb burada. Gəlin görək bizə hansı alət və materiallar lazımdır. Baxın, şəkildə gördüyümüz kimi bizə monosap lazımdır. Bax, burada rəngsiz sap. Sonra sintetik parça lazımdır bizə, lavsan parçalar. Çərgah lazımdır, muncuqlar lazımdır, qayçı lazımdır. Deməli, naxış tikmək üçün muncuqların ölçüsü nədən asılıdır müəllimlər? Gəlin baxaq, muncuqların ölçüsü parçanın qalınlığına görə götürə bilərik. Məsələn, nazik parçaya böyük muncuqlar seçməkdə biraz diqqətli olmalıyıq. Sonra parçanın sıxlığına görə biz muncuqları götürə bilərik. Deməli, parçanın qalınlığına görə, bir də sıxlığına görə götürə bilirik. Son zamanlar naxış üçün kanvadan istifadə edirik. Bəli, kanva daha rahat naxış tikmə əldə etmək üçündür. Muncuqla naxış tikmə işlərinə sıx parça üzərində başlayın. Deməli, sıx parça üzərində başlamaq lazımdır. İlk iş üçün müəllimlər sadə şəkil götürməliyik. Muncuqla naxış salmaq üçün nazik iynədən, bayaq da demişdik, ümumiyyətlə naxış salmada nazik iynədən istifadə edirik. Nazik iynədir, incə və etibarlı hesab edilən lavsan və monosapdan istifadə edirik. Monosap da hansı ki, balıq tutmaq üçün torun hazırlanmasında istifadə olunan lifdir. Bəli, bax, gördüyümüz bunlar monosapdırlar, belə deyək. Şəffaf görüntüyə malik saplar. İşləyən zaman iynədə sapın uzunluğu 30-40 cm-dən artıq olmamalıdır. 30-40 cm-dən artıq olmamalıdır. Bəli, muncuqlu tikmək üçün damanın ölçüsü kanvada muncuğun diametrindən artıq olmamalıdır. Kanvada hansı ki dama belə deyək də, tor quruluşlu parçadır. Deməli, kanvanın diametrindən artıq olmamalıdır bizim muncuqlar. Yəni, böyük olmamalıdır da, belə deyək, kanvadan. Bir təsviri işləmək üçün eyni növ, müxtəlif formalı muncuqlardan istifadə olunur. Deməli, növləri eyni olur, amma müxtəlif formalı muncuqlardan istifadə olunur. Naxış tikmək üçün keyfiyyətli muncuq seçilməlidir.
Bəli. Keyfiyyətli muncuq necə olur? Qırılan olsun və yaxud da ki, biri böyük, biri balaca, əyri muncuqlar olur, bəli. Keyfiyyətli muncuqlar seçilməlidir və yaxud da ki, üstünün parıltısı, rəngi getmiş muncuq olmamalıdır. Sayda səhvə yol verməmək üçün sxemdəki damaların miqdarını qabaqcadan saymaq lazımdır. Bəli, damaların miqdarını qabaqcadan sayırıq ki, sayanda, yəni səhvə yol verməyək. Gəlin baxaq müəllimlər, 1 qram orta ölçülü muncuğa təxminən 50 ədəd düşür. 1 qram orta ölçülü muncuğa təxminən 50 ədəd muncuq saymaq olar, belə deyək. Muncuqla naxış tikmədə alət olaraq düzbucaqlı və ya dairəvi çərçivəli kərgahlar istifadə edilir. Bayaq da dedik, kərgah nədir? Tərtibatdır. Parçanı kərgahın üzərində dartmaq üçün, rahat işləmək üçün istifadə edirik. Kiçik və səpələnən material olduğundan muncuqlar, biz onları saxlamaq üçün xüsusi konteynerlər var. Konteynerlərdə saxlaya bilərik, yəni saxlama qablarında. Deməli, muncuqla naxış tikməyə başlamazdan əvvəl nə edirik? Birinci sxemini çəkirik. Salacağımız təsvirin sxemini, baxın, bu altda qara rəngdə görünür. Bax, o sürət çıxarma kağızıdır. Sürət çıxarma kağızı ilə biz hansı ki şəkli parçaya götürə bilirik. Muncuqla naxış tikmə xaçvari naxış vurmadan ancaq istifadə olunan materiala və ya vizual həcmə görə fərqlənir. Deməli, muncuqla naxış tikmə xaçvari naxış vurmadan nə ilə fərqlənir? Materialına görə, bir də ki, vizual həcmə görə fərqlənir. Nə ilə nəyi? Muncuqla naxış tikməklə xaçvari naxış vurma. İş prinsipi isə demək olar ki, eynidir. İş prinsipi eynidir. Hər ikisi parçanı bəzəmək üçündür. Sxemdəki hər rəngli kvadrat bir xaçı və yaxud da muncuğu ifadə edir. Bəli, şəkildə nə göründüyü kimi hər rəngli kvadrat bir muncuğu və yaxud da ki, xaçı əvəz edir. Baxın, ya xaçı ola bilər, ya da ki, muncuqlarla bəzəyə bilərik. Burada mişqa ilə yaxşı yaza bilmədim. Deməli, muncuğun səpələnməməsi üçün nə etmək lazımdır? İş yerinə, baxın altda göstərilib, iş yerinə açıq rəngli yumşaq parça salınır. Burada muncuqları kağızlara töküb, amma nə etməliyik? Konteynerlərə tökməliyik, saxlama qablarına tökməliyik və burada daha yaradıcı fikirlə müəllim yanaşıb. Deməli, saxlama qablarına tökürük, konteynerlərə tökürük və muncuqlar dağılmasın deyə, ətrafa səpələnməsin deyə. Eyni zamanda da alta açıq rəngli yumşaq parça salırıq. Gəlin baxaq müəllimlər, muncuqla naxış tikmə texnologiyası nədən ibarətdir? Gəlin görək nədən ibarətdir. Əvvəlcə sapı parçaya bərkitməliyik, düyünsüz. Düyünsüz sapı necə bərkidə bilirik? İynəni, ilk öncə lori dillə ifadə edeyim. İynəni parçanın üzərinə çıxarırıq. Parçanın üzərinə çıxartdıq və yenidən geri qaytarırıq. Və yenidən geri qaytarandan sonra yenə parçanın arxa tərəfindən üst tərəfinə çıxarırıq iynəni və sapı dartmaqla biz burada düyünsüz bərkitmə işini apara bilərik. Baxın, burada şəkildə göründüyü kimi. Bəli, çıxardığımız yerə geri qaytarırıq və iynəni həmin o ilmənin içindən keçirməklə biz düyünləməni apara bilirik. Sapı ilgəyin köməyi ilə düyünsüz bərkitmək olar. Bəli, ilmə deyirlər bunu. Muncuqla naxış tikmənin sonunda sapı ilə bərkitmək lazımdır ki, onun ucu görünməsin və etibarlı olsun. Deməli, parça üzərində muncuqla bəzək və şəkilləri müxtəlif üsullarla tikmək olar.
Gəlin görək müxtəlif üsullar hansılardır. Ən sadə üsul muncuğun iynə qabağa tikişidir. Neyinirik? Parçanın üst tərəfinə iynəni keçiririk. Muncuğu iynəyə keçirtdik və iynəni yenidən parçaya. Təkrar yenə iynəni parçanın üzərinə çıxarırıq. Yenə bir muncuq keçirtdik. Yenə iynəni iynəni parçaya. Parçanın arxa tərəfinə keçirdik. Yenə arxadan, bax bu formadan. İynəni parçanın üst tərəfinə keçirdik. Muncuğu daxil elədik və iynəni parçanın arxa tərəfinə keçirdik. Bu formada, yəni davam eləyirik. Bəli, bu formada davam eləyirik və parçanın üzərində muncuq naxış tikməsi əldə eləyirik. Gəlin baxaq müəllimlər, muncuğun iynə qabağa tikişi, söhbət burada nədən gedir? Parçanın astarında bərkidilmiş sapı çıxarır. Bax, astarda hansı ki bərkitdiyimiz sapı çıxarırıq. Muncuğu sapa keçirib iynəni geriyə, yəni muncuğa mümkün qədər yaxın olmaqla parçaya daxil eləyirik. Astardan çıxardıq, muncuğu saldıq və yenidən astar tərəfinə. Yəni bu formada sadədir. Astar tərəfdən kiçik ilcək düzəldib, yenidən üst tərəfə qaydırıq. Deməli, astarda kiçik ilgək düzəldib, yenidən üst tərəfə qaydırıq. İynəni muncuğa keçirir və belə davam eləyirik. Muncuqla naxış tikmədə sadə bir düsturu yadda saxlamaq lazımdır. Gəlin baxaq müəllimlər. Bir ilgək, bir muncuq. Bir ilgək, bir muncuq. Bir ilgək, bu ilgəklər parçanın arxa tərəfində qalır. Bir ilgək, bir muncuq. Yəni bu formada neyinirik? Bu düsturdan davam eləyirik. Sadəcə çalışmaq lazımdır ki, ilgəklərimiz ideal şəkildə həm düz olsun, həm də sıx olsun. Deməli, ilgəklər necə olacaq? Düz və sıx olmalıdır. İlgəyin eni. Bax, ilgək nə qədərdirsə, muncuq nə qədərdirsə, ilgəyimiz də o qədər olmalıdır. Bəli, bunların eni bərabər olmalıdır. Mən burada səliqəsiz çəkə bilərəm. Amma biz naxış tikməni eləyəndə fikir verməliyik. Deməli, ilgəyin eni muncuğun eni ilə eyni olmalıdır. Eyni olarsa, sallanmağa qoyma. Hansı ki, muncuq başlayır, ilgək, belə deyək də, geniş götürəndə muncuqdan, muncuq sallanmağa başlayır və səliqəsiz naxış alınır. Muncuqla naxış tikmə texnologiyasının mənimsənilməsi praktik işi də bura verdim. Ola bilsin ki, praktik işdə düşmüş olsun imtahanda. Üzərində şəkil olan kağız vərəqi əsas parçaya iynələrin köməyi ilə bərkidirik. Hansı ki, bax bu şəkildə iynələrin köməyi ilə şəkli bərkidirik. Sonra şəkil gələcək məlumatın astar hissəsində olmalıdır. İynəyə muncuq taxın. Sonra iynəni işə başladığınız yerdən çıxararaq iynə qabağa tikişini yerinə yetirin. Ola bilsin ki, bizə testdə verib ki, muncuğu iynəyə taxdıq və hansı tikişlə biz işimizi davam etdiririk. İynə arxası verə bilər, iynə qabağa xaçvari və yaxud da ki, çəpindən düz xətli, yəni bir çox tikiş növləri var. Bunlardan verə bilər. Biz bilirik ki, iynə qabağa tikişi ilə biz muncuqla naxış tikməni həyata keçiririk. Sapı 2 muncuqdan keçirin. Bax, bu bizə praktik işdir. 2 muncuq verilib, 2 muncuqda keçirmək lazımdır. 3 verərsə 3. Bütün naxış tikməni bu sxem üzrə yerinə yetirin. Astar tərəfdən baxanda naxış mütləq səliqəli və estetik görünməlidir. Bəli, estetikliyinə fikir verməliyik. Bəli, bu mövzumuzda müəllimlər bu qədər maraqlı, eyni zamanda diqqət tələb edən mövzudur. Öyrəndik nəyi? Muncuqla naxış tikmə texnologiyasını. Mövzunu özümüz üçün refleksiya eləyirik, nə öyrəndik mövzudan. Muncuqlar ümumiyyətcə keçmişi haqqında nə öyrəndik? Hansı alətlər, hansı materiallar, hansı tərtibatlar bizə lazım oldu? Sonra
Ardıcıllıq necə idi? Bax, ardıcıllığa fikir verməliyik. Texnologiya nədən ibarətdir? Muncuqla naxış tikmə texnologiyası nədən ibarətdir? Ona fikir veririk. İynə qabağa tikişi necə həyata keçirilir? Bəli, bu qədər. Mövzumuz bu qədər müəllimlər. Allah zeyin açıqlıq versin. Sağ olun.